Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün mən sizlərə İblis əsərinin təhlili haqqında danışacağam. Deməli, yəqin ki, bəziləriniz İblisi əslində oxumusunuz, amma indi mən sizə təhlili ilə orada əsas qeydləri və ardıcıllıqları deyəcəm. İlk pərdədə Bağdad civarında baş verir və Bağdad civarında baş verir, müharibənin təsviri verilib. Əsər İblisin məmnun qəhqəhəli monoloqu ilə başlayır, yəni öz qiyafəsindədir İblis. Bu monoloqda təbiətlə insan vəhşiliyi bərabərləşdirilib. Ardınca mələyin biz monoloqunu görürük. O Allaha müraciət edir, bədii suallar şəklində bəşəriyyətin İblisə uyduğunu bildirir. Daha sonra yenidən biz orada İblisin monoloqunu görürük. O müharibəni qiyamətə bənzədir. Mələyin ikinci monoloqunda isə mələk Allahdan lütf istəyir, insanların İblislə əlbir olmasından danışır. İblis və mələkdən sonra biz Arifin monoloqunu görürük. Arif Allaha müraciət edir. Onu, yəni Allahı Xaliqi Hikmət adlandırır. Allahı görmək arzusunu dilə gətirir. Allahdan onu göylərə qaldırmasını istəyir. Bunu şərt şəklində söyləyir. Deyir, ya sən engəl ya da məni göylərə yüksəlt. Yer üzü inləyir. Arif isə cənnətdəki mələkləri görmək istəyir. Bu monoloqunda Arifin Allaha bədii sualları var. Ya Rəbb, bu cinayət, bu xəyanət, bu səfalət bulmazmı nihayət? İnsanları xəlq etmədə var, bəlkə də hikmət, İblisə nə hacət? Bu fikir Neylərdin İlahi əsərində də rast gəlinə bilən fikirlərdəndir. İblis Arifin bu sözlərini eşidib ona müraciətlə göydən kitab endirən peyğəmbərlərin belə ondan can qurtara bilmədiyini söyləyir. O bu nitqində Arifə müraciət etsə də onunla danışmır. Yəni Ariflə belə dialoqa girmir də. O mənada demək istəyir. Arifin söylədiklərini təhqir hesab edir. Arifin də ona oyuncaq olacağı günün gələcəyini qeyd edən İblis onu özünə kölə edəcəyini, imdadına yalnız ah fəryadının gələcəyini vurğulayır. Bu hissədə İblis özünü qoca İblis, böyük qüdrət və atəşli müəmma adlandırır. İxtiyar Arifin yanına gəlir. İxtiyar da mələk kimi bütün bəşəriyyətin İblisə uyduğu qənaətində. Deməli, ixtiyarla mələyin oxşarlığı nə ola bilər? Bütün bəşəriyyətin İblisə uyduğu qənaətdə olması. İxtiyar Arifin mədəni aləmi tərk edərək bu bədəvi aləmə, mədəni aləm bədəvi, heyvani deyirlər bir növ, bədəvi aləmə gəldiyi məlumatını verir. Arif qardaşını yəni axtarır da ona görə. O Arifi xəbərdar edir ki, bu gedişlə özünü məhv edəcəkdir. İxtiyar getdikdən sonra İblis qəhqəhələrlə gəlir. O bu dəfə Arifin gözünə görünür. Arif ondan kimliyini soruşur. İblis özünün tanıdaraq indi atəş, lakin əvvəl mələk olduğunu, Allaha səcdə etdiyini bildirir. Adəm kimi sayğızızın onu ləkələdiyini, ancaq bunun qarşılığında ad salmadığını, əksinə şöhrətinin yüksəldiyini bildirir. İndi onun adını Allahla bir olduğunu zikr edir. Arif qarşısındakının İblis olduğunu anlayır. Bunu dəhşət adlandıraraq ondan gəlmə səbəbini soruşur. İblis Arifi hürriyyətə dəvət etməyə, onun qəlbinə nur həqiqət verməyə gəldiyini söyləyir. Niyə? Hürriyyətə və qəlbinə nur həqiqət verməyə. Arif İblisi qovur. Həyəcan və təşvişli halda xavər gəlir. Arifin yenə gözünə kimlərin göründüyünü soruşur. Deməli, bu ilk hal deyil. Deməli, biz burada həyəcan və təşvişli xavəri gəldiyini, Arifin yenə gözünə kimlərin göründüyünü soruşur və bu haldan biz məlum olur ki, bu hal ilk hal olmayıbmış. Arif xavərə sən olmasan, məni bu qanlı həyat boğar söylər. Onu sanki xilaskarı kimi görür. Xavərin gözlərinin onun ruhunu cəzb etdiyini deyən Arif bu gözlərin ona Rənanı xatırlatdığını bildirir. Rəna da onun sevdiyi qız olub. İbn Yəmin, Rəna, Zənci Çavuş və bir əskər daxil olurlar. Baxın, bu əsas məqamdır. Yəni bu hissədən sonra da digər məsələlərə baxacaq. Arif Rənanı görən kimi tanıyır, onun adını soruşur. Rəna da onu tanıyır. İbn Yəmin Arifi Rənanı tanıdığı üçün nə adlandırır? Əngəl adlandırır. Arif onlardan hardan gəlib, hara getdiklərini soruşur. İbn Yəmin cavabında hərbdən gəldiklərini söyləyir. Bunun qarşılığında Arif bir fəzilətsə öldürüb ölmək, canavar bizdən əşrəf olsun, gərək deyir. Bunu kim deyir? Arif deyir. İxtiyar Arifi aparır. Çavuş İbn Yəminlə nitqində Arifi bəla adlandırır. Çünki Arif Rənaya yaxındır. Onun fikrincə ən pis bəla isə yanında gətirdiyi əskərdir. Çünki Rənanın atasının qatilinin onlar olduğunu bilir.
İbn Yemin özünü verərək keyflə milyonlar sərf etsə də dövlətcə etibarı olduğunu bildirir. İndi bu uşaqdan qorxacağını mı söyləyir? Müsibət Fəxrəddində də Rüstəm bəy demişdi kimin haqqında? Fəxrəddin haqqında. Onun bu nitqindən ərəb olduğu da məlum olur. Rəna atasını xatırlayır. Atasının xəyaləti onun gözünə görünür. Yəni əsərdə iki nəfərin xəyaləti verilir. Bir Rənanın atasının, bir də Xavər olandan sonra Xavərin. Rəna intiqam istəyir. O Arifə deyir ki, kim atasının qatilini tapsa ona səcdə edəcək. Rəna Arifə İbn Yəminin onun atasının qatilini tapmaq barədə söz verdiyini söyləyir. Arif isə bunu bir hiylə olduğunu deyir. Vasif və kiçik zabit silahsız yaralı rus əskəri gətirirlər. Yol kənarından tapıblar. Arif bu hərəkətlərinə görə onları mərhəmətli adlanır. Yəni Vasiflə kiçik zabit rus əskərini gətiriblər. Kiçik zabit düşmən olsa da kömək etməli olduqlarını söyləyir. Onun nitqindən məlum olur ki, Türk ordusu İrana, Qafqaza yardıma gəlib. Eyni zamanda məlum olur ki, Rus ordusu onların qabaqlarında dura bilməyib geri çəkiliblər. Satamaz milləti şəxsiyyətə aqil. Sözləri kiçik zabitə məxsusdur. Turanan qılıncdan kəskin daha bir qüvvət, yalnız mədəniyyət sözlərini isə Vasifdir. Bu əsas bunu yadda saxlamaq lazımdır ki, satamaz milləti şəxsiyyətə aqil, bu kiçik zabitdir, mədəniyyət məsələsi də Vasifdir. Birinci pərdə tamamlanır, ikinci pərdədən əvvəl İblis artıq qiyafəsini dəyişmişdir. Beləliklə o artıq nə qiyafəsindədir? Ərəb qiyafəsində, ərəb geyimində. İblis Arifdən dərdinin nə olduğunu soruşur. Arif Rənanın dalınca gəlmişdi. Arif İblisdən mərhəmət istəyir. Ona deyir ki, Rənaya onun gəldiyini çatdırsın. Arifin dərdini anladığını söyləyən İblis bunun çətin iş olduğunu bildirir. Qarşılığında ovuc dolusu altın istəyir. Altını olmadığını söyləyən Arif bu dəfə İblisin silah sınağından keçməli olur. İblis ona bəni öldür, sonra ona qavuş təklifini verir. Arif silahının da olmadığını deyir. Deməli, ovuc dolusu altın, silah söhbəti və bunlar yadda saxlayın ardıcılığını. Arif silahın da olmadığını deyir. İblis təklif olaraq üçüncü könlüvü ver məsələsini deyir orada avtomatik olaraq. Və Arif su istəyir. İblis rakı verir. Arif onun dadını dəhşətli adlandır. Səmli atəşdir deyir. İkinci dəfə ona şərab verir. Şərab şirindir. Rəna əlində kağızlar daxil olur. İblis əlindəki nə kağızda olduğunu soruşur. Rənanın nitqindən məlum olur ki, yəni bəlli olur ki, o İbn Yəmini həbs etdirmək üçün onun qanunsuz işləri haqqında kağızlar tapıb. Arif Rənadan kağızları istəyir. Onları aldıqdan sonra qapıdan çıxır. İki polislə geri qayıdır. O İbn Yəmini göstərərək qəddarın o olduğunu söyləyir. İbn Yəmin bu hərəkəti həqarət adlandırır. Polislər ona aparır. Arif İblisdən Rənanın harada olduğunu soruşur. Arif dövlətə xəbər verməyə getdiyi müddətdə Vasif Rənanın olduğu yerə gəlmişdir. İblis Vasifə Rənanın orada təhlükədə olduğunu söyləmişdi. Vasif ilə Rəna bərabər bu yerdən uzaqlaşmışlar. İblis Arifə Rənanın bir zabitə qoşularaq burada getdiyini söyləyir. Arif onların ardınca gedir. O getdikdən sonra İblis əvvəlcədən xəbərdarlıq edir. Bəklər səni bir yığın cinayət, izlər səni bir yığın fəlakət. Və elə bunun sözündən də, deyildiyindən də hər bir şeyə qarşıda aydın olacaq ki, əvvəli necə olan Arifin sonunda başına nələr gəlir. İkinci pərdə yekunlaşır, üçüncü pərdə başlayır. İxtiyar Şeyxin çardağıdır, sonbahardır, yəni payızdır. Bax, biz burada İblis əsərində görürük. Hava sislidir, Xavər Arifə sarı gəlir. Lakin qəfil geri çəkilir. Arif səbəbini soruşur. Xavər cavab deyir ki, səni sevdiyim üçün yaxın gəl. Amma düşündüm ki, sevilməyənlər həmağış olmağa, yəni qucaqlaşmağa layiq deyirlər. Arif bu hissədə özünü intihara layiq görür. Xavər atasına salam göndərir, getmək istəyir. Xavər ondan getməməsini istəyir. Xavərdən atası salam göndərir, getmək istəyir. Xavər ondan getməməsini istəyir. Atasına xəbər vermək üçün yollanır. Arif dərdlərimə təsəlli olsun düşüncəsi ilə rakı içir. Rakının sonacan içib keflənir. Yerdən tapanca götürür, qurşunlara baxır. Xavər gəlir. Arifin sərxoş olduğunu görür. Əlində silahı görüb Arifin intihar edəcəyini düşünür. Əvvəl məni məhv et, olmayım dayan gəl. Arif vəhşi bir hücumla onu boğazından yaxalayaraq Xavəri öldürür. Yəni onu boğaraq öldürüb və silahla öldürməyib. Yəni silahla yazarlar. İblis hadisələri kənardan baxıb görür. İxtiyar gəlib cənazəni görür. Fəryad edib köks ötürür. Yəni dəli olub evi tərk edir. Bununla da üçüncü pərdə yekunlaşır ki, artıq o Xavəri öldürdü. Dördüncü pərdə isə meşədə vaqe olur. Tapanca səsi gəlir. Rəna bu səsə diksinir. Arif Rənaya həm silahı, həm də altın olduğunu söyləyir. Qorxmağa gərək olmadığını bildirir. Rəna Arifdən bu sərvəti hardan aldığını soruşur.
Arif pəncəsində həlak olan bir zəngin dostunun qismət olduğunu bildirir. Rəna bu sözləri ona ləkə kimi qiymətləndirir. Haydutları görünür. Onlar tüfəng və xəncərlərini işə salaraq altun istəyirlər. Bu sırada vüqarlı, zabit qılıqlı, qalın bıyıqlı, gür, qarasaqqallı, zində və mühib simalı İlxan ağacların arasından çıxır. O özü haqqında bana bax, kim dökərsə haqsız qan ən ağır cəza verir İlxan sözlərini söyləyir. Haydutlar 2-3 cingənə ilə İbn Yəmini gətirirlər. İlxan İbn Yəmini tanıyır. Onu çöllərə salan məhz İbn Yəmin olub. İlxanın nitqindən məlum olur ki, İbn Yəmin onu astırmaq istəyib. İndi İbn Yəmin ov, İlxan isə onu izləyən ovçu olub. İbn Yəmin qüsurunu boynuna alıb bağışlanma istəyir. Basatın Təpəgözü öldürdüyü boyuna Təpəgözlə deməli İbn Yəmini biz analogiya eləyə bilərik. Yadımızda olsun İbn Yəminlə Təpəgöz. Görün necə əlaqə var. İkisində bağışlanma istəyir. İblis ağacların arasından çıxır. İlxan onun kim buraxdığını soruşur. İblis isə özü çıxdığını söyləyir. Bu hissədə Arif İlxana müraciəti, İblisi mürşid, deməli İlxana müraciəti mürşid, sahibi kəramət adlanır. O İblisin əlini öpür. İlxan İblisdən soruşur. Sən kimsən belə məharət sahibisən? İblis yenidən özünü təqdim edir. Əsərin əvvəlində Arifə də təqdim eləmişdi. Mən heçlikdən doğan ulu qüvvətəm. Dünyada tək rəqibim Allahdır. Şərqdə abid, qərbdə rahib oluram. Cilddən cildə girirəm. Xavərin atası məcnunanə qiyafətlə ağacların arasından gəlir. O Xavərin ölümündən fəryad edir. İlxan ona dərdini deməsini söyləyir ki, bir çarə etsin. İxtiyar intiqam istədiyini dilə gətirir. Rəna kimi. Xavərin xəyalı görünür, Rənanın atası kimi. Vasif 2 nəfər başqa haydudlu İbn Yəmini qaçmışdı, yəni tutub gətirir. Rənaya deyir ki, bu xunxar onun atasının qatilidir. İlxan İbn Yəmini də sıraya qatır. Sırada ondan başqa bir papaz, bir xaxam, bir ilanlışı, 10 yaşı uşağı ilə bir qadın da olur. İbn Yəmin və sıradakı digər kəsləri quşuna tutub öldürtdürür. İbn Yəmin izləyib tutduğu üçün İlxan Vasifə təşəkkür edir. Ondan istədiyi şeyi diləməsini söyləyir. Bu İblis Vasifin Rənaya aşiq olduğunu bildirir. Rəna Arifə onun köhnə pərəstişkarı, Vasif isə yeni dildar olduğunu söyləyir. O Allahla əhd bağladığını, atasının qatilini tapan kəslə xoşbəxt olacağını bildirir. Arif əlində silah varkən bu təhqirə dayana bilməyəcəyini söyləyib, Ariflə Vasif duelə çıxır. Duel zamanı hər ikisi öz qardaşını xatırlayır. Vasif burada yaralanır. Rəna Vasif eyvah deyərək Vasifin cənazəsi üstündə ağlayır. Arif bu zaman qardaşının adını Rənadan eşidir. Və duel zamanı hər ikisi öz qardaşını xatırlayır. Biz burada Ariflə Vasifin duelə çıxdığını görürük. Amma Anamın kitabında o qardaşların bir-birinə duelə çıxdığını biz görmürük. Əsəl duel buradadır da əsas olaraq. Vasif çünki burada sonda yaralanır. Amma hər ikisi öz qardaşını xatırlayır. Əslində bunlar qardaşlara bilmirlər, bir-birlərinə ayrı düşüblər. Əsərin orijinal variantında elədir. Rəna Vasif eyvah deyərək Vasifin cənazəsi üstündə ağlayır. Cənazə üstündə ağlayan əsər Müsibət Fəxrəddin və s. Arif bu zaman qardaşının adını Rənadan eşidir. İblis acı qəhqəhə ilə illərcə axtardığı qardaşın indi ona qurban olduğunu bildirir. Arif həyəcanlı şəkildə qardaşının cənazəsini qucaqlayaraq onun vüsalının yaman ağır olduğunu söyləyir. Qardaşının bu vidasını daha müthiş vida adlandırır. Arif əlindəki silahla intihar etmək istəyir. Rəna məna olur. Ana piyesində İsmətin intihar istəyi və Səlma ananın bu intihara mane olması da var. Deməli, Ariflə İsməti ortaq cəhət kimi götürmək olar. Və əsərin təhlilinə baxanda bu mənsun faciədir. 1918-ci ildə yazılıb. Şərə qarşı qüvvətli etirazın ifadəsi olan bu əsər Hüseyn Cavid dramaturgiyasının ən dəyərli əsərlərindən biridir. Müəllif 20-ci əsrin əvvəllərində gedən ictimai-siyasi problemlərin fəlsəfi nəticə ümumiləşdirib bu əsərdə bir tərəfdən müharibə və onun yaratdığı fəlakətləri, ikinci bir tərəfdən müharibəni yaradan səbəblər, onun faciəsini, üçüncü bir tərəfdən bütün yaradıcılığı boyun arxada Türk dünyası, bəşəriyyətin faciəsi haqqında fəlsəfi düşüncələrini ortaya çıxardır. Cavidin sonunda gəldiyi nəticə budur ki, iblislər öz nəfsinə məğlub olan insanlardır. Nə qədər ki onlar var, bəşəriyyət rifah və səadətə çata bilməz. Arif surəti əsərin əsas surətlərindən biridir. Bu obrazda müəllif romantik bir şəkildə bir tərəfdən insanların iblisləşməsini, digər tərəfdən Türk xalqlarının şərq dünyasının fəlsəfi düşüncə tərzini ümumiləşdirib ortaya çıxardır. Əsərin əvvəlində kiçik ikən İstanbulda evi yanan, nəsli məhv olan kiçik qardaşı Vasifdən ayrı düşən Arif gələcəyə şübhə ilə yanaşır. Mühiti ilə arzuları arasında uçurum görən bu obraz daha çox hissə qapılır.
mühiti dəyişmək gücünü özündə görmədiyindən cəmiyyətdən uzaqlaşır. Bəşəriyyətin insanlığa zülm əlində çeynəndiyini gördükcə Allah xitab edir. İnsanları xəlq etmədə var, bəlkə də heç hikmət, iblisə nə hacət? Bu sual şərə, iblisə etiraz kimidir. Əsərin əsas konflikti elə buradan başlayır. Arifin ittihamından qəzəblənən iblis həqiqəti göstərmək üçün iblisliyin insanların xislətində olduğunu sübut etməyə çalışır. Rəna səhnəyə çıxana qədər Arifin faciəvi şəxsi mahiyyət daşımır, ümumidir. Lakin Rənaya məhəbbəti, mənəvi dəyərləri məhv edir. İblisin təsiri ilə maddi ehtiras Arifi dəyişir. O yaşadığı mühitin çirkabına girir, caniyə çevrilir. Yol yoldaşı olduğu Yəhudinin, Xavəri və rəqib gözünü gördüyü qardaşı Vasifi öldürür. Deməli, kimləri Yəhudinin, Xavəri və rəqib Vasifi öldürür. Müəllif Arifin timsalını insanın iblisə bildiyini göstərir və insanın nəfsinə uyaraq nələrə sahib ola biləcəyini də burada göstərir. İblis Arifə qarşı qoyulmuş mürəkkəb obraz. O əsərin əvvəlində mələklə qarşılaşdırılır. Mələyin dilindən iblisə mi uymuş bəşəriyyət ittihamına etiraz olaraq iblis bütün fəlakətlərin səbəbini insanda, onun daxilindəki nəfsində olduğunu göstərir. Elə əsərin də əsas fəlsəfi mahiyyəti bundan ibarətdir. Cavid hər iki qəhrəmanının mənfi cəhətlərini açmaq ona heç bəraət qazandırmır. Bəlkə də şərq-qərb fəlsəfəsini qarşılaşdıraraq çıxış yolunu Elxan obrazına tapır. Cavidə görə insanların səadəti ağıl və qəlb arasında olan ahəng və uyğunluqdur. Nə? Ağıl və qəlb. Qəlbi və ağlı ilə yaşayan Elxan Cavidin türk dünyası üçün arzuladığı bir simadır. Elə ona görə də onun ədalət məhkəməsində bəşəriyyətin səadətinə mane olan qüvvələr önə çəkilir. Məhvə məhkum olunur. Müharibə törədiciləri, faciələr yaradan qüvvələr məhvi üçün Elxanlar labüddür. Əsərdəki qadın surətləri Rəna və Xavər müəllifin sevərək yaratdığı obrazlardır. Onların hər ikisi müharibənin, şərrin qurbanıdır. Vasif vəzifə borcunu ləyaqətlə yerinə yetirən türk zabitidir. Türkün mədəni inkişafına üstünlük verən bu gənc zabit də sonunda şərrin qurbanına çevrilir. İblisin monoloqu ilə başlayıb, onun monoloqu ilə bitən bu əsər ilk dəfə 1920-ci ildə Bakıda tamaşaya qoyulub. Əsər hər dövr üçün aktual və müasirdir. Sağ olun, növbəti dərsdə görüşmək ümidi ilə.